Salamlar hər kəsə. Kanada dollarını başqa pullardan fərqləndirən cəhəti Kanada dollarının məhz plastikdən hazırlanmasıdır və bu xüsusiyyətinə görə bu pullar nə cırılır, nə islanır. Yəni ki, demək olar ki, bunlar zədələnmir də. Yəni ki, bizdə məsələn Azərbaycan manatı və əslində başqa pullarda bir problem var ki, məsələn biraz islanan kimi, biraz nəsə harası cırılan kimi, yəni nə marketlər götürür, nə aparatlar götürür. Amma bu Kanada dollarında bu problem yoxdur əlbəttə ki. Və necə qalıbsa elə də qalır. Yəni götür bunu palçığa at, yenə də itirməz də. Yəni belə bir söz var. Bu xüsusiyyətinə görə bu bir Kanada dolları təxmin olaraq 1 manat 25 qəpikdə təxmin, amma dəyişir. Kanada dolları tez-tez dəyişir Amerika ilə iqtisadiyyatına görə. Və belə bir xüsusiyyəti var. Həm də ki, gördüyünüz kimi bu tərəfdən o tərəfi, bəlkə də bura görürsünüz, bu hissəsi belə burada tərəfdən o tərəfi görsənir. Bu da bunun saxta olub olmadığını fərqləndirən xüsusiyyətlərdən biridir. Burada gördüyünüz kimi Queen Elizabeth'in şəklini qoyublar. Bu şeydən bugün işlədiyim yerdən bəxşiş kimi, yəni çay kimi götürmüşdüm. Dedim ki, elə maraqlı bir video olar onsuz da bundan çəkmək.